Herkese salam əziz YouTube dostlarım və kanalımıza gələn yeni izləyicilər. Xoş gəlmisiniz. Yeni vlog ilə qarşınızdayım və öncədən sizə xəbərdarlıq vermək istəyirəm ki, bəyənib bu videonu yorum yazasınız, yadınızdan çıxmasın amma. Niyə hər dəfə çalışıram hatırladım bunu? Çünki bir çox insan mənə abunə olmadan videolarımı izləyir. Mən isə motivasiyadan asta-asta düşürəm belə olanda. Siz necəsiz, nə edirsiniz, nə iş görürsüz? Bu aralar havalar da qəşəng istilənir. Bizi sorursanız biz də şükür yaxşıyıq və ilk yay sezonumuzu açdıq. Hər birimizə xoş həftələr arzu edirəm. Günlərimiz belə gözəl keçsin hər zaman. Başınızı ağrıtmayım. Xoş izləmələr. Hazırlaşırıq gedək baseynə. Deməli Alin üçün burada qaynadılmış su götürmüşəm termosdakı. Bura əlavə eləyəcəm, verəcəm içsin. Bu trubuçka ilə olan şeydi də, buradan su içir. Sonra nə götürdüm? Bir dənə aguşa götürdüm. Buradan kuruzudur, bir də piçenkası. Bir də smesini götürəcəm. Çünki orada sup inanmıram falan belə şeylər apara biləcəm yeməyə. Burada da smesdir. Və baseyn üçün belə bezlər, şişməyən 2 ədəd paltar götürmüşəm dəyişdirmək üçün və sadə bezlər, gündəlik giyindirdiyim bezlərdir. Bir də yadımdan çıxdı. SPF götürəcəm özümdən. Biri belədir, biri də bübşənindir. Mənim paltarları hazırdır. Bayaq göstərdim, nə yığdım özümdən. Bu da suyudur. Bu da mənim paltarım, kupalnikdir. Bir də Alin üçün dəsmal götürdüm. Bizim üçün götürmədin, yəqin ki verərlər. Bir də bir dənə paket yaş paltarlar üçün. Bir də onun spreyi. Saçını yığmaq üçün və daraq götürdüm özümüzlə. Alin artıq hazırdır. Oturub kolyaskasında qıracaq onu. Birazdan bir də onun lotkasını götürürük. Lotka deyirəm mən buna. Neysə biz artıq çıxaq evdən. Yiyəcəm. Biz gəldik, yerləşdik Iceberg'ə, 20 manata verdik. Giriş burada bir böyük baseyndir. O tərəfdə də balaca baseyni var. Qardaşım, mən, yoldaşım, bir də Aylinka gəldik. Aylinka da yatıb qalıb. Şirin kupon. Neysə, keçək. Orada qəşəng oturacaq da var. 6-dan sonra burada məncə daha yaxşıdır. İndi günəş hər yeri tutub. Hər yer od yanır. İndi biz gözləyirik ki, ofisant gəlsin, zontik qoysun, biz də keçək yerimizə. Yerləşdik детski baseynin yanında uşaqlar üçün. Alinka hələ də yatır. Bu balaca baseyndir. Yekəsi də oradadır. Bütün paltarımı da dəyişdirdim. Kupalnik giyindim. Iceberg'e gəlməyim. Zarafat edir. Burada prosta dəsmalları 15 manata satırlar. Yəni kiraya verirlər. Biri 5 manatdır, biz 3 nəfər idik, 15 çıxır. Ya şu tipazit. Sən 30 manat verməlisən. Yoldaşım yenə deyinir. 30 manat verməlisən. Sənə də axırda 15 manat qaytarır. Neysə, burada aşağıda dəniz kənarıdır. İndi Alin oyansın. Əslində mən bura gəlmək istəyirəm. Daha çox dəniz tərəfə. Alinka ilə gələcək bura. Aşağı tərəf. Kakras orada zontiklər də var. Ahır ki prinsesamız oyanıb, Aylin bacımız. Buradan ağac qənət işləyib, nə baxın. 13-cü mərtəbədə ağac qənətlə gəzir. Nə deyirdim bəyək? Dəsmal çıxıb yadımdan götürmək. Özüm üçün, yoldaşım üçün, qardaşım üçün. Taksikdə bir dənə Aylinka üçün götürmüşəm dəsmalı. Biz də belə bu balaca baseyndəyik. Quşlar da baxın. Quşların səslərinə. Qardaşım orada cimir. Yoldaşım burada mamasını zəng eləyir. Neysə, yay sezonumuzu açıq elan elədik. Alinin lotkası 24 aya qədər istifadə eləmək olar. Neysə ki, Alin bacımız keyfdədir. Məndən başqa uşaq üçün baseynə girmişəm. Amma Alin üçün gəldik əslində bura ki, biraz yenilik olsun. Ayağını da tərbədir. Deyirəm, noşka mi delay? Başa düşür məni. Bu arada soruşmuşsunuz ki, Alinə rus dilində danışıram. Bəli, rus dilində ancaq danışırıq evdə. Amma vlogları Instagram Azərbaycan dilindədir. Məndə artıq illərdir. 2 yoxsa 3 ildir də Instagram səhifəm var. Amma YouTube'u yeni başlamışam. 1 il.
Örgü. Var, örgü. 3. Üçün belə sprey götürdüm zaqar üçün. Qəşəng şeydi, amma yanmaq olar. SPF də götürmüşəm, üzümə çəkmişəm. Biz yoldaşımla buradayıq. İndi qardaşım Aydındandır. İsminlər dəyişir. Günlük nənka. Nə də götürmüşəm? Su, banan, piçenya smesini də götürdüm. Hər ehtimala qarşı. Ən çox piçenya götürmüşəm. Orada da sumkasında. Dənizə də gəldik. Çatdıq. Alim burada şokdadır. Girmək istəyir ayaqqabısıyla. Aycan. Banan verdim, yemədi, tulladı yerə. Yine aguşa yiyir. Burada da kimse balık tutur. Hava geçendi. Yanmak da olar bence. Geldiğimiz iceberg'in denizidir. Orada da iceberg'dir. Gelmiyor. Halin bolluqca çimdi. Məncə bəsidir. Çıxmaq istəmir deyə sudan. Gedək indi biraz şey vermişəm ona. Kukuruzla piçeni. Əyni də giyindirdim ki yanmasın. Orada da bir dənə plaşetka var. Görüm əgər ora istidir sonra aparım onu. Oranı da görsün. Və yığışaq gedək evə. Burada böyük baseyndir. Qardaşım burada çimir. Burada da deyəsən çox şeydir. Boy hündürlüğüdür. Globoko. Uşaqlar da var burada. Alinka da piçinyasını yiyir. Mən də gelim əynimi dəyişim. Çıxaq. Aylin. Aylin. Привет. Geldi bura. Aylinka ile biraz güneşti. Biraz oynadım onu burada. Kuku. Ama gorkalar istedi biraz. Bir tanesini de sürüştüreceğim o. 2-4 tane de kaç yeri var o tarafta. Kuku. Onu görüp oy başı değdi. Tabii biz çıxırıq, gedirik evə. O dediğim bir şey gəlib, ona görə qaçırıq evə. Həm də yorulmuşuq. Burada çıxışdı buradan. Iceberg'in çıxışı. Otada тоже есть дорога, Samir. Gəldi evə. Aylin taksidə yatdı, qaldı. Deməli, yoldaşım da gedib Contact.com'dan bir dənə şey almışdıq. İndi sizə göstərəcəm neydi o. Məncə hər biriniz biləcəksiniz. Çünki bu buradan gedəcək artıq. Mənim əsəbimə toxunan o stol yekə. Yeni stol sipariş vermişik. Sadəcə biz 2 gün evdə yox idik deyə çatdırılma eləmişdilər, amma biz evdə yox idik. Ona görə indi göndəriblər filiala. Filialdan götürəcəyik. İndi gələcək evə yoldaşım və bu stolu sizə göstərəcəm. Biz indirimlə almışdıq, çox bəyənmişdim. Həm Yusk'ta da var idi, amma Yusk'ta daha baha idi. Yusk'taki sizə deyim ki daha böyük idi. Burada şəkillərini yapışdıraram, sonra görəcəksiniz. Və Yusk'ta hazırda yox idi. Məsəl üçün biz filialdan ala bilmərdik. Biz filialdan ala bilmirdik. Gərək sifariş verməliydik. Ondan sonra 5 gün ərzində çatdırılma edəcəkdilər. Belə, amma Contact.com'dan getdik, aldıq, var idi. Dedilər ki 5 gün ərzində çatdırılma edəcəklər.
Çox bəyəndim, çox gözəldir. Həm evimizə uyğundur. Sadəcə bir dənə masa götürdük, yemək masası. Elə biz yoldaşımla 2 nəfərik, məncə bizə bəs eləyər. Aylin nə edir? Aylin yoruldu. Yay sezonu açıq elan elədik. Nəysə ki, bu masa ilə sağollaşacağım. Çox şükür əsəbimə toxunurdu. Bilmirəm indi bu masanı nə edəcəyik. Yəqin ki, hələ ki başqa otaqda yanacaq. Sonra görək. Bəlkə qaynanama qaytardıq bunu. Bağ evinə verdik ya da ki, nə bilim, bilmirəm, hələ ki də yanacaq evdə. Heç necə deyim, bunu heç açıb bağlamaq da olmurdu. Yəni bu stol necə varsa elədir. McDonald's geldi. Bir de bunlara bakın. Necə şirindiler. Nə? Niye tuğlayırsan ay kızım? Onunla kuşun ucu взять. Markete gittik. Ora bura girdik. Elədik. Şimdi gedirik eve. Biraz alışveriş elədik. Ayrıca da çıxartdım kalyaskadan ki özü geçsin. Ayrıca çimizdirirəm burada. Çimizdireyim. Geçsin yatsın. Ben de özüm için biraz dincəlim. Gelin Araz'dan ne aldık göstereyim. Aylin bunu sağ olsun açtı yedi. Çünkü mızıldanırdım markette. Ona göre onun için böyle bir şey almıştım. Sonra lavaş götürdüm. Bulum salfetlərini 3 manat. Neçəsə qəpik idi. Qəşəng salfetlər idi. Təmizlik, slipi oxşardılar. Bunlardan hələlik götürürəm. Sezar sosudur. Qırmızı soğan. Çayla içməyə popkeklər. Bu arada bananlı çox dadlıdır qızlar. Alın yoxlayın. Sonra əgər qəşəng dadlı nuggetlər axtarırsınızsa, düzü biraz bahalıdır. 5 manat neçəsə qəpikdir. Miratorqdur. Ancaq bunları mən xoşlayıram. Çünki o dəfə almışdım. Zlatoy petuşok idi, nə idi? 3 manata idi. Çox dadsız və eybəcər dadı var idi. Yəni belə qoz rəpəsini götürdüm. Mənə salatlar üçün lazım olur. Ailinə də qaşlarına qatıram. Xiyar və pişiyimizin yeməyi. Mən bundan götürürəm. Düzdür, bu buna çox az çatır. 5 gündən, 3 gündən bir götürürəm. Amma bunu sevərək yeyir. Ailini yatsıdırdım. Deməli, maşınkamı qoşdum ki, burada qəşəng paltar yuyur. Sonra sərəcəm. Çünki baseynlə gələndən sonra bəzi paltarları atdım. Plus dəsmalda yuyacağım. Deməli, qızlar, burada twister hazır edirəm. Çox asan hazırlanır. Bizə lazım olacaq toyuq nuggetləri, pomidor, 1 ədəd qırmızı soğan, sezar sosu, duzlu xiyarlar və kağı. Iceberg salatı da götürə bilərsiniz. Kağı ilə də eləyə bilərsiniz. Fərqi yoxdur. Bütün ərzaqları bura yerləşdirəcəm. İlk sezar gedir, sonra kağı, üzərinə xiyar, pomidor, soğan və sonda nuggetləri qızardacağım. Nə qədər yeyəcəksinizsə o qədər eləyin. Və salam və bizim dürümlərimiz hazır olacaq. Bunları belə doğradım qızlar. Halqa formasında, sonra xiyarı belə nazik doğradım və pomidoru da belə doğradım. Əslində necə istəyirsiniz evdə doğraya bilərsiniz, fərqi yoxdur. Iceberg salatım da buradadır. Sezar sosum da buradadır və nuggetlər orada qızardacağım indi qəşəng tavada. Sonra vuracağım lavaşın içinə. İlk öncə mayonez gedir dediyim kimi, sonra kağı və qalan ərzaqlar. Dürümlərimiz də hazırdır. Belə görünüşü var. Neysə ki, video reels çəkmişəm. Shorts bölməsində paylaşacağım bunu. Bir də burada airfryerdə kartoşka fry edirəm. Kartoşkamız da hazırdır. Biz gedirik kinoya baxaq və bugünün videosunu bitirirəm. Səhər görüşərik. Kartoşkamız da belə alınıb qızlar. Xırt-xırtdır. Özdə paylaşaram sabah hansı kartoşkadan istifadə eləmişəm free bu dəfə. Bunu çox bəyəndim. Alinka ilə evə deməli yatır. Yatıb qalıb kalyaskada da çıxartmıram ki oyanacaq. Bir də biraz belə yüngülvari alış-veriş elədik.
Bir dənə Rossmanın şampun götürmüşəm. Çünki bildiyiniz kimi saçlarım dəhşət tökülür, dəhşət razdражение verir. Artıq da bilmədim nə götürüm. Bu indirimdə idi. 6 manat idi Biablas. Həm burada pantenol var, sakitləşdirici. Həm də tökülməyin qarşısını alır. Görək bu necə mənə yarayacaq. Çünki o gliskuru götürdüm, daha da bərbadlaşdı saçlarım. Rahat marketdən də Domestos aldıq. Belə maçalka götürdüm. 3 manat 95 qəpik. Bir də belə qrafin. Ağzı bağlanmır deyə. Amma mən bunu bəyəndim, götürdüm. Burada kokteyl limonad düzəltmək üçün kartuşkanı aldım Araz marketdən. Bir də Aylin üçün şaftalı. Çox xoşdur bunları. 2 dənəsini götürdüm hələlik. Hamısına Rahat marketdən 13 manat 31 qəpik ödədik. Hə, burada qrafin 6 manat 34 qəpikdir. Avtobusdan düşdük, gedirik nənəgilə, babagilə. Babamızın bugün ad günüdür, mənim babamın. Yəni biləcərdəyik. Gedək, görək. Mama nə bişirib orada? Bugün yığıncaqdır bizdə ailəlikcə. Mam da gəlib bizi götürüb. Girdəyik. Bunlara baxmayın bunu. Halam qızı ilə birlikdə içirdik çay. Bu arada dadlı çaydı. Reklamı gedir. Pulsuz. 2 dənə anam stajını saatı hazır eləyib. İndi göstərəcəm başqa nə bişiriblər. Burada da yeməklər hazır eləyib. Bəh. Dolmadır, hə? Da. Patom. Bu nədir? Bu bizim aşdır. Və deyəsən burada balıqdır. Один балык готовый, смотри, вот здесь. Burada da balıq hazırdır artıq. Hamısını mama verib. Alim də burada babagilin evini dağıdır. Görün hara çıxıb dırmaşıb. Biz də burada balaca ailəlikcə süfrə açırıq. Bu da bizim balığımız. O da gedir masanın üzərinə. Ne oldu? Bu da bizim albalı salatımız. Bizim ne kaldı? Dolma kaldı. Штук. Lazım değil balım. Все, bu da dolmamız gelir. Ayağlı, Narmina. Ayağla bu ne? Oktay, vereceğim stolični, bala. Kalmaz karşıysa çaydan. Neyle böldü sana? Dedim sizi yeni bir gündən salamlayım. Dünən axşam Babagildən qayıtdıq. Ad günüsü idi bildiyiniz qədərilə qızlar. Babagildə idi və babamla axşam evə qayıtdıq. İndi səhər oyandım. Dedim yoldaşımla gedək Joker'a. Aylin üçün aylıq alış-verişlərini götürək və gələk evə. Biraz yüngülvari makyaj elədim. Heç halım yoxdur çünki hava çox bərbaddır. Baxmayaraq ki iyun ayıdır, yağış yağır. Belə. Biz indi gedək Joker'a. Aylinka üçün alış-veriş eləyim çünki bezləri bitir, smes bitir, hər şey bitir. Gedim alım. Sizlə də bölüşəcəm nələr götürmüşəm. Heç halım yoxdur harası getməyə, amma bugün birinci gündür ki, mən normal yuxumu aldım. Anamın canı sağ olsun. Çünki dünən axşam bizlə qayıtmışdım və qalmışdı burada, Aylinka ilə qalmışdı. Çünki biz səhər yoldaşımla getməliydik. Ona görə ki, Aylinlə biraz çətindir Joker'a getib gəlmək. Ona görə mamam bizdədir. Nəysə, mən artıq yığışdım. Yüngülvari bir makyaj elədim və biz getdik. Yağışlı havada çıxmışıq. Joker'a gəldik. Sizə göstərdiyim kimi oradadır. Hadi Aylinka üçün alış-verişimizi eləyək. Biz gəldik artıq evə, mamam getdi. Mən Aylinlə qaldım, Aylin yatır. Qızlar, bu stolu göstərəcəydim sizə. Yeniliklərdən aldığımız Contact.com-dan almışıq. 189 idi deyəsən, 190 manat. Bu stoldan çoxdan istəyirdim və gəlin sizə Joker'dan nə almışam onları göstərim. Salfetləri götürdük. 2 ədəd bambu salfetləri, sonra basen üçün
sırf şişməyən bezlərdir. Bamboo Nature bezləridir. 12 ədəddir burada. 12 plusdur. Birini düzdür mən M götürdüm. Birini isə L. Ki biri birdən balaca olar ya da böyük olar. Görəcəm indi. Sonradan artıq öz razmerini götürəcəm. Çünki mən belə sadə bezlərini hər dəfə götürdüyüm bezlər, hər dəfə görürsünüz onları. Bu bezlərdir. Çox gözəl bezlərdir. Çünki nə sızdırması yoxdur, nə bişməcə belə vermir. Rahatdır. Heç altına krem də vurmaq lazım deyil. Rahatlıqca istifadə edirəm. Artıq 1 ilə yaxın olar ki, biz bunlardan istifadə edirik. Altı mən götürürəm, rahat tutur, sıxmır. Bir razmer böyük ola bilər. Sonra Bübchen hər dəfə götürdüyüm içimizdirmək üçün vasitə, sabun və çantalıq belə kassada gördüm, bunları götürdüm. Çantalıq kremdir, bir də yuyundurmaq üçün geldir. Rahatdır məncə. Belə bu ölçüdədir. Və 2 dənə bundan götürdüm. Çimizdirmək üçün vasitə, çünki ən çox bu gedir bizdə. Keçək o biri məhsulları, qidə məhsullarını götürdüm, göstərim. Qızlar, burada Yanyanın pişenkaları da götürmüşəm. Belə pşeniçnə, bir də ovsyanı. Sonra 3 ədəd Kindamil təmiz tərkibli palma yağı olmadan ən sevdiği kaşalar bunlardır. Bir də beləsini götürdüm. Sonra 2 ədəd Frutanyanın belə dənəli kaşalardan götürdüm. Görürsünüz, kusoçkum 12 plusdur, 12 ay plusdur. Və 6 ədəd Frutanyanın belə pürelerini götürdüm. Həm niyə götürdüm? Çünki harasa çıxanda 1-2 dənəsini atıram çantaya. Və mənim üçün çox rahat olur. Alina bunları çox sevir. Bir də bizim əlavə qidamız mesimiz. Hələ ki verirəm. 2 yaşına kimi yəqin ki verəcəm. Mən də qızlar, Babagildən belə miniselərə girmişdim. 10 manat 59 qəpik hərclədim. Deməli, maçalkaya 1 manat verdim. Bu 99 qəpikdir. Limon sıxan keks qabı 2.70 idi. Mişqalı Klokheç, bir də taxta 5 manat 85 qəpik. Çünki başqa taxtalarım artıq ucu püskündədir. Bu qubqadır. 5 dənəliksə. Sonra limon sıxmaq üçün, apelsin suyunu sıxmaq üçün görüm necə işləyəcək bu. Belə keks qablarıdır. Reseptində sizlərlə bölüşəcəm. Belə mişqa formasında. Çünki Alina son vaxtıdır Barney'ni verirəm, bəyənir. Dedim özüm hazırlayayım. Və bizim laska. Göz qiymət də burada da 5 manat 85 qəpik. Güya bambukdur. Adı Romadır. Amma bu daha rahatdır, həm böyükdür. Mənə əsasın içindəki göyərti tez-tez doğrayıram, pomidor xiyar doğrayıram, rahat olacaq. Ev üçün alış-veriş elədik. Mən ümumiyyətcə spisk yazmışdım. Nə bitmişdi, nə lazım idi mənə. 34 manat 4 qəpik hərcləmişik. Burada hər bir məhsulun qiyməti var. Videonu saxladı, baxa bilərsiniz. Deməli, nə aldım? Endirimdə idi, yoxsa deyildi deyəsən. Banciyel qaroşka aldım. Ən yaxşı qaroşka banciyeldir. İstifadə elədiyimə görə bilirəm. Sonra qaymaqdan, bu qaymaqdan istifadə edirəm yeməklərə. 2 ədəd olmalıdır ondan deyəsən. Bilmirəm, o bir tərəfdədir. Ən sevdiyim bir alış-veriş ədviyyat alış-verişidir. Deməli, Kayri götürdüm. Plov üçün ədviyyat. Bunu çoxdan görürdüm. İstədim götürüm, bir dadına baxım necədir. Kartof üçün ədviyyat çox yaxşı ədviyyatdır. Bunu harda görürsünüz? Alın, kartoşkanıza qatın. Qızardanda çox gözəl rəngi olur. Həm tərkibində sarı kökdə olmalıdır. Çox gözəl dad verir ona. Hə, görürsünüz burada həm biberlər var, qara biber, şirin biber, çili biberi, imbir var, zəncəfil, simina kinzi, bilmirəm necə adlanır bu. Molti çesnok, burada sarımsaq da var, üyüdülmüş. Neyse ki bu çox dadlı ədviyyatdır kartoşka üçün. Sonra üzüm götürdüm, ağ sirkəsi, ağ üzüm sirkəsi mənə lazım idi. Makaron götürdüm. Burada limonlardır, bir də yaşıl biberlər. Qiymətləri də göstərim. 51 qəpik, 4 ədəd limon da götürdük. 2 manat 89 qəpik.
Limonlar bizdə bilmirəm niyə belə baxadı. Marketlərdə həmişəki kimi. Burada nədir? Belə Cavahir basmati aş götürdüm. Ris. Pautina vermişel. Ən xoşuma gələn. Ayının içində 2 dənə alma. Tost çörəyi. Bunu mən atıram buzluğa. Sonra çıxardırsınız, atırsınız tostlara. Elə bil ki, təptəzə kimidir. Kofelər. Milan kəsmiyim. Ayının üçün o Mişka silikon qablarında bir şey düzəldəcəm. Yenə kəsmiyim. Sarımsaq. Qara istiot. Üdülmüş Willi pendiri. Labnla oxşar dadı var. Amma labne daha biraz bahadır. Həm çox tez bitir. Bunu götürdüm. Willi. Qaymaq və 2 rəngli biber. Bir də qızlar, evimizin yanında Nərimanovda belə Fatimə mağazası var. Qab-qacaq zat satırlar. Yenə belə balaca götürdüm 4 manata. Nəsə ürəyim tez bazar pişirmək istəsə bunun için denəyəcəm. Ya yumurta falan. Bir də 16 manata belə tava götürdüm. Çünki o bir tavalar artıq yapışır. İndi bunu düzəldim. Belə qırmızı rənglədir. Açım, indi göstərəcəm sizə. Qızlar, belə bir simpatikli tavadır. Günlük istifadə eləmək üçün. O bir tavalar artıq məndə yapışır, qızarır, daha vuruşur. Çoxdan almışdım. O qara tavanı görmüşsünüz, onu Kontakomdan almışdım 60 neçəsi manata. Hələ indi yapışmağa başlayıb. Belə ucuz varidə alıram. Özüm istifadə edirəm deyə akuratla istifadə edirəm. Bir də sizə deyim ki, ət götürmüşük, toyuq götürmüşük, qiymə götürmüşük. Biz alışverişimizi belə ayın sonunda eləyirik. Nəsə alırıq, mən yazıram yoldaşıma ki, bu falan şey lazımdır. Çünki öncədən yeməkləri fikirləşirəm. İndi bunları qoyum. Belə nə alırıq? Gündəlik belə pomidor, xiyar, nə bitir. Kstati, o yağdan da götürdüm, kırlangıç. Mız da budur. Yağı yadımdan çıxdı göstərmə. Ayçiçək yağı bunu götürdü, endirimdə idi. Nə deyirdim? Belə şeylər bitir də. Çörək bitir, məsəl üçün. Ət, məsəl üçün mən keçən ay buzluqda dondurmuşdum. Yadınızda paylaşmışdım sizlərlə. Hamısı bitdi. Demək olar ki, indi göstərəcəm buzluqda nə qalıb. Və yenidən buzluğu istəyirəm doldurum o ətlərlə. İndi göstərəm hansı əti nə almışam. Dünən babagildə olanda belə bir pendir görmüşdüm. Aymilk Suluguni pendir 3 manat 69 qəpikdir. Bu necə deyim sizə, hissə verilmiş sulugunidir güya. İndi bunun dadına baxacağam, deyəcəm sizə dadlı idi ya yox. Verdim bundan. İstədim ki, ağız dadıma inanırsınızsa dadlıdır. Yəni ala bilərsiniz, bunu görsəz. Aymilk Suluguni pendiri. Biz nəyə oxşuyur? O kalbasa pendirlər var idi. Ona oxşuyur, amma belə dadı biraz başqadır və çox yumuşaqdır. Biraz belə məzə, necə deyim, Suluguni dadına kimi baxıbsa, yəni oxşuyur, amma hissə verilmiş formasıdır. Ədviyyat dəlisiyəm. Neyiniyim? Gör nə qədər ədviyyatım var. 200 qram ədviyyatlardan. Hələ yarısı o bir tərəfdədir. Bunları da qoyum. Yerləşdirim, sonra bunu təmizləmək lazımdır. Bir vaxt ayırıb bunu təmizləyərəm. Yemək hazırlıqları gedir burada. Ayninka və bizim üçün sup eləyirəm artıq. Burada biraz düyüdür. Belə pautin makarondur. Soğan, yaşıl biber, kök, kartoşka. Bu kartoşka airfryerdə qızacaq. Bunlar isə göyərtilərdir. Qısaca bəyək göstərmədim. Bu qədər də 10 ədəd göyərti götürmüşdüm. Neysə keçim mən bizim üçün və Aylin üçün supu ilk hazırlayayım. Bir də burada Gürcü mətbəxindən 1-2 dənə yemək hazırlayacağım. Bu toyuğu dilimlədim belə qəşəng, kusok balaca soğanladım, ədviyyatladım. Burada biraz qalsın soyuducuda. Burada isə salat hazırladım qızlar. Sadə, qoz ləpəsidir, pomidor, xiyar, göy soğan, bir də biber, yaşıl. Deməli üzüm sirkəsini ən sonda vuracağım və biraz yağ. Aha, dəli olub. Artıq acıb yemək istəyir. Burada kartoşka hazırdır. Və airfryerə göndərəcəm onu. İndi toyuğumuzu çıxardaq. Çıxmirulini hazır eləyim mən. 2 tərəfli qızardacam qəşəng, qırmızı olana kimi. Aynin çıxımı və bizim supçıqımız orada hazır olunur. Və ən sonda bura qaymaq, biraz sarımsaq və o cəfəri ilə keşnişi bura vuracam. Все, qızlar, bunları atdım sarımsaqla göyərtiləri və sonda göndəririk bura qaymağımızı. Qızlar, ədviyyatları da unutmuruq vurmağa. İndi bunun qapağını örtəcəm, astaxodda qəşəng pişəcək toyuq. Kartoşkamız hazırdır. İndi mən bunları servis edib göstərəcəm sizə. Yeməklərimiz də hazırdır. Toyuqla kartoşka, bir də salat.
Hamı yedi, içdi. Mən də taksikdə yığışdırmaq qaldı. Qablarımı yudum. Bir iki dənə qab qalıb, onu da yuyacağam. Və istəyirəm bütün hər şeyi qaldırım burada. Sizə də yeni köməkçimi göstərim. Kısaca adı Validir. Neyse kızlar, yoldaşım getdi axşam smeninə. Bir də bu deşikləri görürsüz. Bura Temu'dan aboy sifariş edəcəm. Necə ki burada eləmişəm. Burada da eynisi olacaq. Bunları qaldırdım yuxarı. Çünki indi Vali ilə tanış olacaqsınız. Mən isə bugünlük bu vlogu bitirəcəm. Çox sağ olun ki, bu video axıra kimi izlədiniz. Zəhmət olmasa bu videodan sonra çıxırsınız, abunə olursunuz mənə, dəstək olursunuz. Hər birinizi çox sevirəm. Bu da yeni dostum Vali. Nəysə ki, gələn vlogda bu haqda ətraflı danışacağım. Bir şey də şokdadır. Hələlik qızlar.